Salam, hər vaxtınız xeyir əziz döyüş həvəskarları. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün biz sizə şərq döyüş sənəti Wing Chun haqqında danışacağıq. Qonağım isə Azərbaycan-Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, eyni zamanda Azərbaycan Wing Chun Federasiyasının rəhbəri Asif Sayadovdur. Xoş gördük sizi. Xoş gördük. Çox sağ olun. Wing Chun'un Azərbaycandakı tarixi haqqında danışaq. Nə vaxt yaranıb, ölkəmizdə hansı müddəti əhatə edir sizin fəaliyyətiniz? Wing Chun əsas fəlsəfəyə köklənən, dərin fəlsəfəyə köklənən bir döyüş məktəbidir. Sadəcə döyüş məktəbi deyil, eyni zamanda bir həyat məktəbidir. Ölkəmizdə 18 ildir fəaliyyət göstəririk. 2008-ci ildən klub olaraq və 2018-ci ildən artıq Azərbaycan Wing Chun Federasiyası kimi fəaliyyət göstəririk. Wing Chunla ölkəmizdə 300-ə yaxın tələbə məşğul olur. Əsasən paytaxtda, Bakı şəhərindədir məktəblərimiz. Siz gözəl məqama toxundunuz və bildirdiniz ki, hazırda 300 nəfərə yaxın, xüsusən də paytaxt əhatə edir. Gələnlərin çoxu ümumiyyətlə regionlarda bu idman növünün inkişafı üçün hansı işlər görülür? Təəssüf ki, biz regionlara elə tam çıxa bilmirik. Bunun da səbəbi var. Çünki Wing Chun üzrə bir mütəxəssisin formalaşması, yəni sağlam bir mütəxəssisin, məşqçinin formalaşması üçün zaman lazımdır. 7-8 il lazımdır və biz hazırda 12-14 klubumuz var ki, şəhərdə fəaliyyət göstəririk və əsas məqsədlərimizdən də biri regionda, belə deyək, bu döyüş sənətini yaymaq. Çünki həddən artıq istək var. Sosial şəbəkələr də kifayət qədər bizim işimizi rahatlaşdırır, bu məqamı da vurğulayaq və eyni zamanda təbliğat forması baxımdan da sosial şəbəkələr bir qədər daha effektiv üsul sayılır. Ümumiyyətlə, sosial şəbəkələrdə necə fəaliyyət göstərirsinizmi? Bu idman növünün təbliğatı üçün hansı işlər görülür marketinq baxımından təbii ki? Bizim marketinq şöbəmiz var, federasiyanın və komandamız bu sahədə çox güclü çalışırlar və çox doğru vurğuladınız. Sosial şəbəkələr çox önəmlidir. Baxmayaraq ki, 18 ili əhatə edir, amma çox insanımız o qədər də məlumatlı deyillər. Mən özüm elə uşaq yaşlarımdan Bruce Lee-nin filmlərinə baxmışam və orada Wing Chun döyüş növlərini şahidi olmuşam. Müasir zamanda da yəni sosial şəbəkələr bizim işimizi çox asanlaşdırdığı üçün həmin o filmlərdən fraqmentləri görürük. Yəni onu izləyib yanınıza gələnlər olurmu ki, mən Wing Chunla məşğul olmaq istəyirəm? Döyüşçü aktyorumuz Bruce Lee məhz elə ilk addımlarını Wing Chun məktəbində başlamışdı, Böyük Usta İp Manın dövründə və sonra 1960-cı illərdən sonraki Amerikada yaşadığı dövrlərdən sonra bu döyüş sənəti daha çox dünyaya populyarlaşdı. Eyni zamanda filmlər çox böyük rol oynadı bu döyüş sənətinin dünyaya yayılmasında. Filmlərdən də yəqin siz də izləmisiniz. Böyük Usta İp Man, İp Man 1, İp Man 2 kinolar da var belə. Bu filmlər insanlara bu döyüş sənətinin nə qədər əhəmiyyətli, nə qədər effektiv olduğu, real situasiyada necə müdafiə olunmağı və nə qədər effektiv olduğunu göstərdiyi üçün insanlar daha çox maraq göstərməyə başladılar. Və sizin özünüzə hər hansısa bir film təklifi olubmu və yaxud aktyorlar sizin yanınıza gəlib həmin o fəndləri öyrənirlərmi? Bizim dostlarımız var, aktyor dostlarımız var, döyüşçü aktyorlarımız var. Onlar ara sıra gəlirlər, müəyyən təlimləri, o texnikaları bizdə aşılayırlar, öyrənirlər. Bir neçə dəfə qısa metrajlı filmlərdə müəyyən rolları dəvət olmuşam, amma bilirsiniz, mən ustayam. Düşünürəm ki, filmlərdən çox mən gənclərə daha çox yeni nəslin inkişafına kömək olsam daha önəmli olar. Asif müəllim, zaman keçir və biz yenilənməyə belə deyək, məhkumuq. Çünki yenilənməsək, dəyişməsək inkişaf da olmaz, yaxşı mənada təbii ki. Bəs Wing Chun'da necə, yəni müasir zamana adaptasiya necə baş verir? Dövrümüzə uyğun olaraq qaydalar da dəyişilir, döyüş sistemləri də fərqli formada, daha effektiv formada formalaşır. Çünki Wing Chun'da sadəcə olaraq heç bir qayda yoxdur, heç bir sərhəd tanımır. Ona görə nəsildən nəslə keçdikcə Wing Chun daha da təkmilləşir. Keçən il iyun ayında Azərbaycana Beynəlxalq Wing Chun Assosiasiyasının prezidenti, canlı əfsanə titullu usta Grandmaster Samuel Cooke dəvət etdi. O həm də mənim müəllimimdir. Və biz burada 300-dən çox idman
idmançıyla Heydər Əliyev Mərkəzinin qabağında 2 günlük bir seminar keçdik. Özümüz də üz tuturuq xarici ölkələrə, ustalarla görüşürük, daha belədir, dərəcəsi böyük olan ustalarla görüşürük. Baxırıq ki, hansı texnika daha effektiv formada işləmək. Wing Chun-a insanlar niyə üz tutmalıdır? Yəni bu sual yəqin ki, sizə dəfələrlə verilib. Deyə bilərsinizmi ki, yəni, bu idmana gələndən sonra nələri kəşf edəcəklər özlərində və nələr qazanacaqlar? Wing Chun sürət və zəka üzərində qurulmuş bir sistemdir. Xüsusilə küçədə ekstremal vəziyyətlərdə özünü müdafiə üçün ən effektiv döyüş sənətlərindən biridir. Qarşı tərəf hücum edən şəxsi şikəst etmək deyil, sadəcə zərərsizləşdirmək. Qismən zərər verməklə həm özün o vəziyyətdən çıxmış olursan, həm də onu zərərsizləşdirmiş olursan. Asim müəllim, yeri gəlmişkən ölkə daxili yarışlarınız da yəqin ki, keçirilir və hansı formatda olur, nə qədər tələbə burada iştirak edir? Hər il təqvim plan var ki, Gənclər və İdman Naziri tərəfindən təsdiqlənir və Azərbaycan-Çin Döyüş Növləri Assosiasiyası tərəfindən Wing Chun-un həm Bakı çempionatı, həm Respublika çempionatı, Dünya Avropa çempionatları keçirilir. Biz artıq Bakı çempionatı və birinciliyini bitirmişik. Amerika Birləşmiş Ştatlarında mən ustalar arasında həm də birinci yerə layiq görüldüm. Eyni zamanda bir tələbəm orada 18-36 yaş kateqoriyasında da beynəlxalq turnirin qalibi oldu. Bu o deməkdir ki, Wing Chun sadəcə dünyada inkişaf olunmur, eynən Azərbaycanda da yüksək səviyyədə inkişaf edir. Həmin o yarışlar zamanı qaydalar necə tətbiq olunur? Yəni siz tərəfindənmi qaydalar tətbiq olunur və yaxud yəni Beynəlxalq Wing Chun Federasiyasının müəyyən bir qoyduğu qaydalar var və ona uyğun Təbii ki, bütün döyüş növlərinin beynəlxalq təşkilatı olduğu kimi Wing Chun döyüş sənətində beynəlxalq Wing Chun təşkilatı var və beynəlxalq Wing Chun təşkilatı tərəfindən qaydalar mövcuddur. Hər ildə bu qaydalar deyim ki, dəyişilir və biz 3 ay, 6 ay öncədən bizə gəlir və biz o qaydalar üzərində idmançılarımıza hazırlayırıq ki, nöqsanlar olmasın. İllər keçdikcə idmançılara müəyyən dərəcələr verilir. Wing Chun-da bu proses necə davam edir? Bəli, bizdə Wing Chun-da 6 dərəcə mövcuddur. 4-cü dərəcə, 5-ci dərəcə təlimatçı dərəcəsidir artıq və 6-cı dərəcə, sonuncu dərəcə usta dərəcəsidir ki, onu Azərbaycanda mən və məndən sonra 2 nəfər Arzuman Rəsulzadə və Elsəvər Zülfiyev hələ ki o dərəcəni əldə eləmişlər. Bu artıq ən yuxarı dərəcə. Sonra gəlir Grandmaster, böyük usta dərəcəsi, hansı ki o artıq 3, 5, 10 usta yetişdirən bir ustaya, artıq usta səviyyəsinə gətirmiş, tələbəsini usta səviyyəsinə gətirmiş bir ustaya verilən böyük addır. Asim müəllim, həmin o dərəcələr yəqin ki, Çinə yollanır idmançılar, orada birbaşa müəyyən bir təlim olur, seminar olur. Bəli, baxın, belə deyək. Bu proses haqqında 5-ci dərəcəyə qədər olan bütün dərəcələri yerli təşkilatlar, məsələn, Azərbaycan Wing Chun Federasiyası olaraq, rəhbər olaraq mən götürmək səlahiyyətindəyəm. Həmin o ən sonuncu dərəcədən sonraki Grandmaster səviyyəsində artıq mütləq şəkildə mən özüm Çində, Portuqaliyada, Türkiyədə imtahanlarımı vermişəm. Xüsusən Çində böyük usta tərəfindən, bu Samyok usta tərəfindən bu imtahanlar götürülür. Nəzəri olaraq kifayət qədər danışdıq. Düşünürəm ki, praktiki hissəyə keçə bilərik və Wing Chun-da hansı fəndlər var, izləyicilərimizə də, mənim özümə də şəxsən maraqlı olacaq. Mümkünsə, həmin o fəndləri izləyicilərimizə də göstərək. Azərbaycan Wing Chun Federasiyasının baş məşqçisi Arzuman Rəsulzadədir qonağımız. Xoş gəldiniz. Asim müəllim, bayaqdan burada bu alət var. Adı da taxta adamdır, səhv eləmirəmsə. Elə hey deyirəm sizdən bu haqda soruşum, ancaq fürsət tapa bilmədim suallardan və döyüş qisminə gəlib təsadüf elədi. Bu nəyə xidmət eləyir? O da o 6 dərəcədən birinə aiddir. 4-cü səviyyə bizdə taxta adamla təlim məşqləridir. Taxta adam qolların möhkəmlənməsinə, trayektoriyaların, bucaqların düzgün bölünməsinə, sanki biz indi bu qolları görürük, bu qollar sanki işləyir. Təsəvvür, qarnına zərbə vurur, başa zərbə vurur, qarşı tərəf mənə hücum edir. Sol-sağ zərbələr vurur. Gələn zərbəni çıxarırıq, blok verir, qarnına zərbə vururuq. Sanki yaxamdan tutub, baxın, əlləri çıxarırıq, vururuq. Mənə gələn düz zərbələri qarşı blok verirəm, qarnına zərbə vururam.
qarnıma zərbə verir, blok verirəm, çıxırıq. Zərbə var, keçirik. Fikir verin banksa, burada zərbələr vurur. Bu fikir verin tərk getmir. Bu bizi qollarımızı qarşı tərəfin yumruqlarını düzgün, belə deyək də, təhlükəsiz formada qorumamıza kömək edir. Ümumiyyətlə döyüş zamanı necə yəni tətbiq olunur tələbələr üzərindəki, yəni oradakı fəndləri əyani olaraq, yəni baxın, vurğulayım ki, birinci Wing Chun'da prinsiplər mövcuddur. 5 prinsip var və o prinsiplərdən biri qarşı tərəfi idarə etməkdir. Yəni aqressiv insan, mənə hücum edən insana mən şərait yaratmamalıyım. Hətta böyük usta Samyo Kvok'un bir sözü var, ikinciyə şans vermə. Fikir verin, əl məsafəsinə var. Burada paksa çox önəmlidir. Çoxu elə bilir ki, biz şillə vururuq, şillə deyil. Bu paksadır və giririk qarnına zərbə vururuq. Bir an, baxın, o saniyədə bir anı fikrini yayındırıb sifətə zərbə vurur, amma qismən zərər. Fikir verirsiniz, zərbələrdə çox şiddət yoxdur. Məsəl üçün, şikəst etmək yoxdur, vurub keyitmək yoxdur. Sadəcə olaraq müəyyən dərəcədə zərər veririk ki, kənarlaşsın bizdən, uzaqlaşsın. Yaxamdan tuta bilər. Baxın, burada da mütləq şəkildə biz idarə eləməyi bacarmalıyıq. Qardaş, əlini çək. Yenə deyirəm, qardaş, əlini çək, sakit ol. Çünki artıq təhlükə burada yoxdur. Təhlükə o əldədir. Çünki bu tutubsa buradan zərbə gələ bilər. Gələ bilər. Bu məni sadəcə itələyə bilər. Sağa sola çəkə bilər. Əsas təhlükə orada olduğu üçün biz bura fokuslanmırıq. Çox insan, yəni döyüş bilməyən insanlar bunu təhlükə görüb çəkməyə çalışırlar. O zaman da zərbə gəlir. Ona görə biz əlimizi qaldırırıq və müşahidə edirik, baxırıq görək zərbə gəlir ya yox. Əgər gəlmirsə, birbaşa mümkündürmü mən yoxlayım? Bəli, çox gözəl var. Fəndi. Fikir verirsiniz. Belə buradan kimsə tutursuz. Məqsədimiz yəni şiddəti təbliğ eləmək deyil. Wing Chun'un əsas məğzi də özünü müdafiədir. Burada da təbii ki, həyatdır, hər an hər şey yaşana bilər. Yəni özümüzü maksimum müdafiə eləməyə hazır olmalıyıq. Bəli. İbrahim bəy, çox gözəl dediniz. Misal olaraq, mən şərait yarada bilərəm, siz vurub mənim burnumu qıra bilərsiniz. Amma mən şərait... Mən elə şey eləmərəm bu arada. Amma küçədə hər şey ola bilər. Hər bir şey ola bilər və mən ona görə o olacaqları, negativ olacaq hadisələri qabaqlamış oluram bir zərbə ilə çəkilir. Və çox ani baş verdi bu arada. Yenidən göstərək istəyirəm. Mən danışıram, qardaşım, sakit ol, əlini çək. Bax, biz danışmalıyıq çünki psixoloji hazırlıq çox önəmlidir. Biz artıq danışdıqca qarşımızdakı insanın bir qədər fikri də yayınır. Bəli. Və həmin o refleksi necə ki mən az əvvəl hiss eləmədim. Yəni o mən əmin edirəm ki, yəni həmin o vəziyyətdə, ekstremal şəraitdə qarşımızdakı da hiss edən deyil. Bilirsiniz, tamamilə doğrudur. Əgər küçədə hadisə baş verirsə, biz adından göründüyü kimi Wing Chun özünü müdafiə döyüş sənəti. Biz burada özünü müdafiəyə keçirik. Burada mübarizəyə keçmirik. Burada çəkilir. Bəli, görürsüz, baxın, maksimum belə bir şey ola bilər. Qarşımızdakı insanı da zərərsizləşdirir. Və o şok effekti verdiyi üçün bir an beyin sizi qoruma refleksinə keçir. Nə deyir? Təhlükə var, çəkil kənara. Asmən o bu formada vururam. Vurduğunuz an, bax, hücum və müdafiəsi eyni andadır. Burada həm vurursunuz, blokdan çıxarsınız, həm də mənə vurursunuz. Əli belə çəkib, eyni vaxtda. Amma yumruq yox, əlimizin içində. Əlimizin içində. Zərbə belə bir şey. Deyək ki, ani sürətli. Anidən öyrənəm yavaş-yavaş. Siz az əvvəl bildirdiniz ki, Wing Chun'da kombat hissəsi ayrıdır, döyüş hissəsi ayrıdır və yarış üçün nəzərdə tutulmuş qism ayrıdır. Yəni, bunu mümkündürmü biz əyani olaraq həmin fəndləri göstərək və elə indi göstərdiyiniz yəqin ki, sırf döyüş üçün, özünü müdafiə üçün olan... Bu hissə sadəcə ekstremal vəziyyətlərdə, küçədə özünü müdafiəyə fokuslanır. Misal olaraq, o məni tutub çəkidə bilər, yaxamdan, məsəl üçün. Amma Wing Chun o prinsiplərdən, 5 prinsiplərdən üçüncüsü deyir ki, yaxına buraxma, məsafəni qoru. Məsafədə qalma. Amma o istisna hallar var. Tutub, bir an məni çəkib kəllə də vura bilər, gördünüz. Bir də elə vururuq. Gəlib tutaq, fikir verin, şiddət göstərmirəm, qismən şok effekti yaradıram. Baxın. Həmin o nöqtələr ümumiyyətlə hansılardır
mümkünsə efir vasitəsilə bunu göstərməyimiz bir o qədər doğru olmaz. Çünki amma bunu, qismən, məsələn, az əvvəl elə göstərdiyimiz az yaşlı uşaqlarımız baxır, bir-birinə göstərə bilər. Bu ən çox bu hissədədir. Baxın, bu hissədədir. Baxın, biz bura şok effekti yaradırıq. Bu toxunuş bir an o qığılcım yaradır, qısa qapanma yaradır və o əlləri unudur. Tutduğu yeri, yəni baxın, güc buradasa, biz vurduğumuz an beyin qısa qapanma yaranır. Beyində qısa qapanma yaranır və əlləri avtomatik buraxır, keçir özünü qoruma moduluna. Həmin o nöqtələr müəyyən dərəcələrə görə yəni öyrədilir, yoxsa yəni bu proses necə davam edir? Bəli, tamamilə doğrudur. Çünki biz bir ikinci, üçüncü səviyyədən sonra və püxtələşmiş bir tələbəyə və hətta o tələbəni bir müddət biz yoxlayırıq. Çünki bizim məktəbimizə üz tutan həmişə özünü müdafiə üçün gəlmir. Pis niyyətli insan da ola bilər. Gəlir, hansısa bir texnikanı öyrənir, gedir kimsə üzərində göstərə bilər. Və yaxud az yaşlı uşaqlara biz o texnikaları göstərsək, onlar istəmədən sadəcə özünü göstərmək üçün sinif yoldaşına, həyətdə, dostuna filanla nöqtələrə təmas edə bilər. Müəyyən fəsadlara gətirib çıxara bilər. Elə az əvvəl də Asim müəllimə bəs yerə demədi ki, yəni burada göstərmək yəni düzgün çıxmaz. Və eyni zamanda o fəndləri öyrənmək üçün Wing Chun-da müəyyən dərəcələr var ki, ora qədər gəlib çıxmalısan. Çox qismən bir şeylər təbii ki, biz burada göstəririk. Asim müəllim, Arzuman müəllimlə birlikdə. Yəni deyiləsi və deyilməyəsi şeylər var. Sadəcə olaraq biz o nöqtələrə toxunuruq ki, hansı ki qısa qapanma yaransın, bir saniyəlik, bir neçə saniyəlik onu təhlükəsiz hala gətirək və oradan çəkilək. Misal üçün, mənə yandan da zərbə vura bilər, fikir verin. Vursaqla, baxın, qaraciyərin alt hissəsinə, qabırğanın altına, qaraciyər hissəsinə sadəcə olaraq qısa təmas edirik. Baxın, bıçaq effekti yaradırıq. Almağımızla çəkirik aşağıya. Burada da burun nahiyəsi. Şərq döyüş sənətlərində Shaolin olsun, Kung Fu olsun, Aikido olsun və yaxud digər yəni idman növləri olsun, müəyyən fəndlərin bənzərlikləri var. Eyni zamanda həmin o idman növünün fərqli hissələri də var və Wing Chun-da həmin fəndlər hansılardır? Mənim şəxsən özümə maraqlıdır. Wing Chun simmetrik xətt üzərinə hesablanan bir döyüş sənətidir. Zərbə atarsa biz çıxmırıq, çünki buradan çıxdığımız an o zərbəni görə bilmirik. Yəni kifayət qədər boksdan xəbərimiz olmayan biri də ola bilər. Amma biz zərbəni görə bilirik. Korpusa vururuq. Orada taxtadan da göstərdiyiniz kimi fikir verin. Həmən korpusa başa çək edə bilirik. Bu bucaqların üzərində qurulmuş hər bir halda mən rəqibi görməliyəm. At zərbə, blok. Keçdi içəri, yenə görməliyəm. Wing Chun-da soyuq silahdan da müdafiə var, eyni zamanda odlu silahdan da müdafiə. Mümkünsə həmin o hissəni də göstərək izləyicilər. Wing Chun sadəcə dediyim kimi idman tərəfi, sağlam həyat tərzi, özünü müdafiə üçün deyil. Güc strukturları. Güc strukturları. Biz bir sıra güc strukturunun əməkdaşlarına təlimlər veririk. Hər hansı bir şəxs bıçaqla bizə hücum edirsə, biz həmişə tələbələrimə deyirəm, biz qəhrəmanlıq göstərmək məcburiyyətində deyilik. Gedim onun əlindən bıçağı alım, ona nəyisə sübut edim. Xeyr, mümkün qədərinə əgər vəziyyət varsa, mən o vəziyyətdən kənarlaşmalıyam və yaxud hər hansı bir əşya mütləq şəkildə əlimə almalıyam. Hətta bu sizin telefonunuz belə olar, pencəyiniz ola bilər, çıxardınız, hansısa bir silah kimi ondan istifadə edə bilərsiniz. Hər bıçaq əlinə alan şəxs peşəkar bıçaq döyüşçüsü deyil. Bu bıçaq alıbsa artıq aqressiya var, o bıçağı sağa-sola çəkəcək. Misal olaraq mənə boynuma, boğazıma bıçaq çəkə bilər. Həmişə götürüb bıçağı sağdan, soldan yaxud da bu formada tutub çəkməyəcək. Yəni peşəkar biri deyil də. Əsəbi halda gəlir üstünə. Ola bilər ki, baxın, gəldiyi an məsafə qorumalıyıq, qaçmalıyıq. İkinciyə girmək lazımdır. Bax, çəkməyi bacarmalıyıq. Buradan, məsəl üçün, yıxdıq. Burada güc strukturlarına göstəririk bunu. Məsəl üçün, bükdük, saxladıq, zərərsizləşdirdik. Çox qaçmaq olmaz, çünki maksimum bir dəfə çəkilməlisən və artıq siz az əvvəldə bildirdiniz, müəyyən bir dar qismdə isə
yəni liftin içində və yaxud digər yerdə artıq orada qaçmağa yer də yoxdur. Maksimum bir addım çək. Bəli, çünki baxın, qaçmağa imkan yoxdur, o çəkəcək təzədən bu. Bu bir haldır. Ola bilər, məsəl üçün bunu çəkdi, bu formada gəldi, ola bilər üstdən gəlir. Hər bir halda hansı formada gəlirsə, ona uyğun texnika var. Bayaq da az öncə göstərdiyim kimi, baxın, burada çəkilməyimizlə girməyimiz bir olur. Burada fikir verin. Asmən, burada əli tutmaq lazımdır, yoxsa bu şəkildə saxlamaq lazımdır? Saxlamaq yəni, lazımdır. Yox, tutsaq, oradan fırlar, nəyə görə əli dönə bilər? Tutsaq güc göstərəcək, çəkəcək dala qabağa. Və baxın, psixoloji olaraq da beyin bizi elə idarə edir ki, biz buradan tutduğumuz an güc devrəyə girir və mən də məcbur tutmağa çalışıram. Amma Wing Chun tutmağı çox sevmir. Sadəcə olaraq idarə ilə, baxın, burada tuturuq. Fikir verin, əli indi tutduq özümüzdən, çevirdik, yıxırıq, ağrı veririk. Bu növ biraz Aikido'ya oxşur. Amma Wing Chun'da da bu texnika var, fikir verin. Bükdük, oturduq. Digər hansı fəndlər var ki, təbii ki, Tuta bilər. Məsəl üçün, tutub qorxuda bilər, bu formada pul istəyə bilər. Məsəl üçün, yaxamdan tuta bilər, fikir verin, pul istəyə bilər ki, ya məni hədələmək üçün. Kəsmək istəyən insan, dediyim kimi, götürür birbaşa hücum edir. Amma burada əgər hədələyirsə, mən də onun fikrini yayındırmalıyam. Yenə də, qardaşım, yenə sakit ol, o sözlərdən, psixoloji sözlərdən istifadə eləməliyəm. Hətta, belə deyək, pul kisəsini çıxarıb göstərməliyəm, götür. Hər bir halda fikrini yayındırmağa çalışmalıyım. Baxın, burada çox önəmli bir nüans var. Sıx, baxın, fikir verdiniz, amma buraxmıram. Fikir verin. Və eyni zamanda zərbədir. Bax, bu məndədir. Biraz aralı qalsa, qaç. Çəkə bilir əlimi, gördünüz? Amma burada nə edirik? Baxın, zərbə vurmağımla bıçaq məndədir. İstəsəm, keçdim arxasına bu formada. Sosial şəbəkələrdə dəfələrlə özüm də şahidi oluram, oxuyuram. Bəzən fəndlər göstəriləndə bəzi şəxslər girir, yazır ki, soyuq silahdan qorunma mümkün deyil. Təbii ki, siz az əvvəl də bildirdiniz, zərər yetirmək istəyən insan, yəni müəyyən mənada zərər yetirəcək. Sadəcə, yəni heç nə bilməməkdənsə, yəni hansısa bir fəndi bilmək, özünü müəyyən mənada qorumaq daha yaxşıdır təbii ki. Yəni biri var, kimsə üzərinə soyuq silahla gəlir, dayanıb baxırsan. Bir də var, ən azı nəsə bilirsən və özünü müdafiə eləməyə çalışırsan. Əgər silahdan özümü müdafiə edə bilmirəmsə belə, zərbə gəl, mən istər-istəməz hər hansı bir hərəkət eləmiş oluram. Çünki heç vaxt mən belə durmayacağam ki, o mənə bıçağı vursun. Bəli. Aydındır mı? Yəni, mən onsuz da nəsə eləməyə çalışacağam. Amma biri var, professional, peşəkar formada. Biz də insanlara bunu izah eləməyə çalışırıq ki, biz yanlış reflekslərlə yox, tutum belə, çəkim yox, ani, o effektli texnikalarla, hansı ki, bucaqlar üzərində, məsəl üçün, idarə edən beyin var, beyinə zərbə vurmaqla eləyə bilirik və yaxud dediyim kimi, zərbə gəlirsə, baxın, bayaq göstərdiyim kimi tutub çəkmələr, hər hansı bir texnikanı işləməyə çalışırıq. Bunu o qədər işləməliyik ki, o hadisə baş verdiyi an sən bunları edə bilərsən. Wing Chun elə bir geniş idman növüdür ki, aylarla, illərlə danışsaq, yəni qutan fəndləri də eyni zamanda. Böyük ustanın bir sözü var, böyük usta İp Manın bir sözüdür, deyir, Wing Chun sanki bir okeandır. Nə qədər su da götürsən, o suyu azalmaz. Biz də müəyyən bir hissəsini göstərməyə çalışdıq və daha çoxunu öyrənmək istəyirsinizsə, izlədikdən sonra həvəsiniz yarandısa, Asif müəllimin yanına gəlib yazıla bilərsiniz, Arzuman müəllimin rəhbərliyi altında özünüzü inkişaf etdirə bilərsiniz və yaş məhdudiyyəti də yoxdur. 6 yaşdan az əvvəl Asif müəllim də bildirdiyi kimi, yəni 70 yaşa qədər kim özün hansı yaşda hiss eləyirsə, yəni gəlib məşğul ola bilər, cavan qism, yaşlı nəsil, yəni fərq etmir. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm Asif müəllim, Arzuman müəllim. Bəli, əziz izləyicilər, nokaut verilişindən çatdıracaqlarımız bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.